Dadaşım oley dizdi mən ölüm. Mənim də bir dadaşım olsaydı salardım peşicə. Mən də ona bir lay 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 çalardı. İndi Allah o xanəvadiyə bir oğlan uşağı da versə, görərsən o kız uşağı əslən beşicin yanından çəkilmir. Elə tez-tez nənəsinə deyir, dadaşımı ver mənə. Dadaşımı ver mənim də qucağıma, mən də istəyəm onu yalar qucağıma. Mənim dadaşımdır. Rüqəyyə bətər eşqi var idi Əli Əsgərə. Yolda da, Kərbəladə də tez-tez Rübabə dedi, nənə dadaşımı ver, mən də alım qucağıma. Mənə qulaq as. Əli Əsgər də bunu biləydi. Dedi, bacı gəlsən bir dənə ümdə şərtim var. Rüqəyyə qabaqçına baxma, salimliğime bakma. Rüqəyyə görən bunu nə cür alıysan Məşrəbül Əbbas. Rüqəyyə çox atıb tutma məni. Niyə? Çok atıp tutma beni, neynim boğazımda